Dünyanın ən yaxşı futbol topları Pakistanda istehsal olunur. Bu yalan yaxud reklam deyil, FIFA'nın seçimidir. Dünyanın ən yaxşı turnirlərində ulduzların istifadə etdiyi peşəkar topların əksəriyyəti məhz burada istehsal olunur. Hekayə 100 ildən çox əvvəl Sialkot şəhərində başlayıb. Hər şey təsadüfən baş verdi. Burada xidmət edən Britaniyalı əsgərlər futbol oynayarkən cırılmış toplarını təmir etmək üçün yerli yəhər sexlərinə müraciət etməyə başladılar. Yəhər dərisi ilə işləməyə öyrəşmiş Pakistanlı sənətkarlar onları inanılmaz dəqiqliklə bərpa edirdilər. Zamanla bu təmirlər istehsalata çevrilir. 20-ci əsrin əvvəllərində Sialkot 10 illiklər boyu əl işi təcrübəsi toplayaraq idman sənayesinin mərkəzinə çevrilib. Lakin bugün əl ilə tikiş texnologiya ilə əvəz olunub. Burada artıq termal yapışdırma üsulundan istifadə olunur. Bu yüksək temperaturda təzyiq altında topun hissələrinin istiliklə möhürlənməsidir. Saplar və lazımsız dəliklər yoxdur. Bu top suyu udmur, istənilən zərbə altında formasını saxlayır və mükəmməl aerodinamikaya malikdir. Bu cür toplar artıq dəqiq mühəndislik məhsuludur. Hazırda hətta Adidas kimi idman nəhəngi belə bahalı toplarını məhz burada hazırladır. Beləliklə, sadəcə təmirlə başlayan bir iş Pakistanın Sialkot şəhərini etalon futbol toplarının mərkəzinə çevirmişdir.